Qarabağ qazisi. Anar Əsədov və şəhid bacısı Elyanə Ağayevadır. Xoş gəlmişsiniz, xoş gördük. Şəhid Şirinovun bacısı Elyanə xanım. Bəli, Elyanə xanımı ilk elə mən tədbirlərdə tanıdım və Elyanə xanım daima mənim elə tanıdığım gündən, hələ ondan da illər öncə daima qardaşını təbliğ edən və qardaşını tanıdan bir şəhid bacısıdır. Bəli, deyirlər ki, bacı ana əvəzidir. Mən Elyanə xanımda daima ana əvəzliyini gördüm. Daima ana qədər qardaşını sevən bir bacı gördüm. Daima onu təbliğ edən, onu yaşadan, onu könüllərdə, onu tarixdə, onu cəmiyyətdə yaşadan bir bacı siması gördüm. Hər biriniz xoş gəlmişsiniz, xoş gördük sizi. Anar Əsədov bir ayağını vətən yolunda itirən bir qazidir və gözəl atadır, gözəl qardaşdır, gözəl vətən oğludur. Anar Əsədov özü illərlə hərbidə xidmət etmiş bir komandirdir. Siz də xoş gəlmişsiniz Anar müəllim. İnşallah bizim tamaşaçılarımıza şəhidimiz haqqında və Anar Əsədov haqqında məlumatlarımız olacaq və suallarımız olacaq. İlk sizdən başlayırıq Anar müəllim. Buyurun. Anar müəllim, düzdür, sizin üçün çox çətindir, bilirəm. Yəni ki, insanın ən şirin neməti olan can sağlığıdır və siz ayağınızın birini bizim vətən yolumuzda itirdiniz və demədən bugün artıq ayaqdasınız və vətən yolunda inanıram ki, bu ayağınızın birini itirməyi heç sizi sarsıtmır. Əslində sizə qürur verir. Çünki siz xidməti vəzifənizi şərəflə yerinə yetirmişsiniz və xidməti vəzifənizdə ayağınızı itirmişsiniz. Buyurun, bir balaca bizə gəldiyiniz yol haqqında danışın. Necə oldu hərbiyə gəldiniz, necə oldu xidmətləriniz başladı hərbidə, bu sevgi sizə hardan yarandı? Onu da çatdırım ki, nəzərinizə Anar Əsədov əslən Qarabağ rayonundan, Füzulidəndir, Qarabağlı oğludur. Özü az sonra danışacaq sizə bütün özü haqqında məlumatları və vətənə sevgisindən. Buyurun. Çox sağ olun Elyanə xanım. Mən də ilk növbədə əvvəlcə başda şəhid ailələri olmaqla bütün Azərbaycan xalqını salamlayıram və hər kəsin də bayramını səmimi qəlbdən təbrik edirəm. Allahdan onlara ən gözəl nemət olan uzun ömür can sağlığı verirəm. Bəli, mən Əsədov Anar Şirxanoğlu, Füzuli rayonu Mamtliç kəndindənəm. Orada doğulmuşam, orada boya başa çatmışam. Yəni həmin kəndimizdə məktəbə gedib, oradan da əskəri xidmətimə getmişəm. Əskəri xidmətimdən qayıtdıqdan sonra mən öz rayonumuzda Füzuli rayon mühafizə şöbəsində polisə, yəni Daxili İşlər Nazirimizin mühafizə şöbəsinə qəbul olmuşam. 10 il 1 ay orada xidmət etdikdən sonra öz xahişim, öz necə deyim, istəyimlə, öz ərzəmlə işdən azad olunub hərbiyə keçmişəm. Belə deyim, məndə uşaqlıqdan olub, yəni belə deyim, mənim dayılarım da, yəni hərbiçi olub, prokuror olub. Yəni uşaqlıqdan mənim necə deyim, həvəsim polisə, yəni hərbiyə, yəni bu tərbiyədə böyümüşəm açığı, yəni belə deyim. Evdən qaynaqlanıb da, yəni sizin bu vətənpərvərliyiniz, ailədən, evdən. Bəli, ailədən qaynaqlanıb. Sonra hərbi xidmətimdə də Ağdam ərazisində olmuşam. Yəni Ağdamın Zəngişalı, Sarcalı, Təzəkənd, yəni Mahrızlı, yəni bu ərazilər, Baharlı, yəni bu ərazilərdə olmuşam. Belə deyim, döyüş vaxtımızda Ağdamın Sarcalı istiqamətindən başladıq. Düzdür, biz bilirdik ki, yəni şərəf... Bu yolda şəhidlik də var, qazilik də var, bəli. Mən hərbiyə gedəndə, yəni polisdən gedib yaxud dediyim kimi, polisdən özüm öz xahişimlə, öz ərzəmlə, yəni hərbiyə keçəndə, yəni mən bunların hamısını fikirləşmişdim. Bunların hamısını bilirdim, özüm də hərbidə də